Salam əziz investorlar. Analitik xidmət sizinlə əlaqə saxlayır Guru Markets. Şirkət haqqında qısa məlumatlarla başlayaq. İstəsəniz videonu dayandıra bilərsiniz. Şirkətin bütün göstəricilərinə daha yaxından nəzər salmağı təklif edirik. Şirkətin əsas göstəricilərini təhlil edəcəyik. DraftKings Inc. ticker DKNG. Bu baxış 18 may 2025-ci il tarifinə olan məlumatlara əsaslanır. Təsnifatına görə Guru Markets şirkət DraftKings Inc. alt kateqoriyaya aiddir. Leysure Rates təhlildə 29 şirkət iştirak edir və bu kifayət qədər təmsilçidir. Bu videonun sonunda yekun həlləri nəzərdən keçirəcəyik. Sözü gedən şirkət üçün ümumi nəticə belədir: 10 baldan -8,5. Alt kateqoriya üçün orta nəticə -0,5 bal. Geniş baxsanız, bütövlükdə birja daxilində. Bütövlükdə bazar üzrə orta nəticənin 1,9 bal olduğunu görəcəyik. Şirkətin -8,5 bal reytinginə qarşı DraftKings Inc. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi DraftKings Inc. və alt kateqoriyalı şirkətlər. 12 aydır hissləri görürük. DraftKings Inc. -16,4% dinamika nümayiş etdirib. Alt kateqoriya üzrə qiymət dinamikası ilə müqayisədə 12,7% təşkil edib. Bu qətiyyən heç nə demək deyil, amma bu faktı yadda saxlamaq lazımdır. Şirkətin bazar kapitallaşması DraftKings Inc. $32,82 milyard dəyərindədir. Alt kateqoriyanın bazar kapitallaşması $196 milyard. DraftKings Inc. 16,715% paya malikdir və alt kateqoriyada ən böyük şirkətlərdən biridir. Şirkətin balans dəyəri $0,84 milyard. 56 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə DraftKings Inc. payı 1,517% təşkil edir. Birjanın səhmlərini və balans dəyərini müqayisə etdikdə aşağıdakıları görürük. İşğal olunmuş pay DraftKings Inc. alt kateqoriyada bazar kapitallaşması qiymətləndirildikdə 16,715% təşkil edir. Balans dəyərinin kapitallaşması 1,517% təşkil edir. Bu, bazar kapitallaşma payından 91% azdır. Alt kateqoriyada təşkilatın bazar və balans dəyərinin payının qiymətləndirilməsi pis, -1 bal. Təşkilatın borcları $1,857 milyard təşkil edir. Borcun balans dəyərinə nisbəti şirkətin kapitalının 221,1%-ni təşkil edir. Şirkətin borc reytingi çox pis, -2 bal. Şirkətin səhm qiymətinin mənfəətə nisbəti 0-dır. Alt kateqoriyada orta göstərici 39,5-dir ki, bu da alt kateqoriyadakı orta göstəricidən pisdir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə birja dəyərinin mənfəət nisbətinin qiymətləndirilməsi çox pis, -2 bal. Son 12 ayda mənfəət -$399 milyon olub. Növbəti 12 ay ərzində gələcək mənfəətin $1,289 milyon olacağı gözlənilir. Manat təşkil edib ki, bu da hazırki səviyyədən 223,3% çoxdur. Alt kateqoriya ilə müqayisədə proqnozlaşdırılan gələcək mənfəətin göstəricilərinin qiymətləndirilməsi keçərli 0 bal. Şirkətin qiymət-satış nisbəti 6,6-dır. Alt kateqoriya üzrə orta göstərici 2,5-dir ki, bu da alt kateqoriyadan 164% yüksəkdir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə birja dəyərinin gəlirə nisbətinin qiymətləndirilməsi pis, -1 bal. Son 12 ayda gəlir $5,000 milyon olub.
Növbəti 12 ay üçün gələcək gəlir məlum deyil. Bu şirkət üçün mənfidir. Gözlənilən gələcək satış həcmi göstəricisinin alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə qiymətləndirilməsi pis, -1 bal. Satış marjası -8%-dir. Alt kateqoriyada orta hesabla 6,3%-dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 14,2% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə gəlirliliyin qiymətləndirilməsi keçə bilən -0,5 bal. Alt kateqoriyada personal sayı baxımından şirkətin payı 1,994% təşkil edir. Bu, bazar kapitallaşma payından 738% azdır. Və bu fakt şirkətin birja dəyərinin balanssızlığını əks etdirir. DraftKings Inc. daha çox yenidən qiymətləndirməyə doğru. Təşkilatın bir işçisinə düşən bazar kapitalının məbləği $6,434,000 bərabərdir. Alt kateqoriya üçün isə $768,000. Alt kateqoriya üzrə orta göstərici ilə təşkilatın fəaliyyəti arasındakı fərq 737,8% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən kapitalın miqdarının qiymətləndirilməsi keçərli 0 bal. Şirkətin bir işçiyə düşən mənfəəti $78,100,000. Alt kateqoriya üzrə orta qiymət $19,500,000. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 302% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi TOLET -0,5 bal. Təşkilatın fərdi işçisinə düşən satış payı $981,000. Alt kateqoriyada $311,000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasındakı fərq 215%-dir. Alt kateqoriya göstəriciləri ilə müqayisədə bir işçiyə düşən satışların qiymətləndirilməsi keçərli -0,5 bal. Qısa mövqe %5,8, alt kateqoriya üzrə orta göstərici 4,3%-dir. Bu, qısa bir sıxılma riskinin göstəricisidir. Göstərici RASI 14 şirkət üçün %57 səviyyəsini göstərir DraftKings Inc. Alt kateqoriya üçün isə RSI səviyyəsi 14, təxminən 59%-ə bərabərdir. Potensial olaraq, alt kateqoriyanın qiymətli kağızları səhmlərlə eyni şəkildə qiymətləndirilir DraftKings Inc. Şirkətin faktiki səhmlərinin dəyəri təxminən $36,89. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $53,39. Cari təxminlə konsensus proqnozu arasındakı fərq təxminən 45%-dir. Hamı üçün əlçatan olan sifariş cədvəlinə keçək, onun linki bərkidilmiş şərhdədir. Sifariş cədvəlində qiymətləndirmə məlumat və istinad sistemi tərəfindən müəyyən bir mövsümdə qəbul edilmiş bütün qərarlar var. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Qiymətli kağızların təhlili nəticəsində DraftKings Inc. Ehtiyatların qiymətləndirilməsi üçün məlumat və arayış sistemi Guru Markets aşağıdakı qərar qəbul edilir. Səhm üçün $36,9 açıq satış sifarişi. Sifariş şirkətin kifayət qədər aşağı reytinqə malik olması səbəbindən açılıb. Şirkətin qiymətləndirilməsi qiymətləndirmə modelindən, AKİMin indeksindən istifadə etməklə aparılmışdır. Mənfəət götürmək 31,56 səviyyəsində müəyyən edilmişdir. Stop loss 42,24 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sövdələşmə 17 iyun 2025-ci il tarixində birja ticarətinin nəticələrinə əsasən avtomatik bağlanacaq. Və ya bu tarixdən əvvəlki son ticarət günündə.
Ticker MCRAO əsas alış sifarişidir. Əsas sifariş üçün video artıq bu kanalda yayımlanıb. Sifarişlərdən hər hansı birini bağlayarkən əsas və ya balanslaşdırma. İkinci sifariş avtomatik bağlanır. Sona qədər izlədiyiniz və informasiya sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Guru Markets